Şəmkirdə Azərbaycan polisinin yaranmasının 108-ci il dönümü qeyd olunub. Şəmkir rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir rayon polis şöbəsinin rəisi Navay Qasımov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və polis veteranları əvvəlcə ümumilli lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərimizin xatirəsi dərin hörmətlə anılıb, dövlət himnimiz səslənib. Polisinin yaranmasının 108-ci il Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazovun peşə bayramı münasibəti ilə polis əməkdaşlarına ünvanladığı təbrik məktubu oxunub. Azərbaycan polisinin yaranmasının 108-ci il dönümünə həsr olunmuş tədbirdə çıxış edən Şəmkir rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev Daxili İşlər Nazirliyinin rəhbərliyini və bütün polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı bildirib ki, Azərbaycan polisi Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin icrasında dövlətçiliyimizin möhkəmlənməsində, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin olunmasında, qanunun aliliyinin qorunması istiqamətində üzərinə düşən vəzifələri daim yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirib. Tədbirdə çıxış edən Şəmkir rayon polis şöbəsinin rəisi polis polkovniki Navay Qasımov göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib. O qeyd edib ki, polis əməkdaşları bundan sonra da dövlətə və xalqa sədaqətlə xidmət edəcək, asayişin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklər. Şəmkir rayon prokuroru Azər Hətəmov, Şəmkir rayon məhkəməsinin sədri Zavur Allahyarov, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər natiqlər də çıxışlarında Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək daxili işlər orqanlarının ölkədə ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını bildiriblər. Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Şəmkir rayon polis şöbəsinin bir qrup əməkdaşları mükafatlandırılıb, həmçinin Şəmkir rayon icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub, polis veteranlarına hədiyyələr verilib. Bundan başqa Şəmkir rayon polis şöbəsinin rəisi polis polkovniki Navay Qasımov tərəfindən də xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və pul mükafatı təqdim edilib.